Bir dəyişənli xətti bərabərsizliklər, bir dəyişənli xətti bərabərsizliklər sistemi, bərabərsizliklər heyəti. Nömrə 1. Kəsir xətti surətdə 3x plus 7, məxrəcdə 2 minus kök altda 5. Kiçik sıfır bərabərsizliyini həll edin. 2 çıxmaq kök altda 5 mənfi ədəddir. Kəsirin mənfi olması üçün surətlə məxrəc əks işarəli olmalıdır. Məxrəc mənfi olduğundan surət müsbət olmalıdır. 3x 7 keçir o üzə mənfi 7. 3'ə bölünür hər tərəfi. Müsbətə bölündə bərabərsizliyin işarəsi qalır. Mənfiyə bölündə dəyişir. Bu deyilir mənfi 2/1. X böyüdür mənfi 2/1. Cavab D bəndi. Mənfi 2/1-dən böyük ədədlər ədəd düz xətti üzərində necə qeyd olunur? Deməli, ədəd düz xəttinin sol ucu mənfi sonsuzluq, sağ ucu müsbət sonsuzluq. Mənfi 2/1 də hər hansı bir yerə düşür. X mənfi 2/1-dən böyükdür. Mənfi 2/1-dən böyük ədədlər mənfi 3/2-nin sağına düşür. Bunlar da aralıq şəklində belə yazılır. Mənfi 2/1 müsbət sonsuzluq. Buna deyirlər açıq ədədi şüa. X böyükdür mənfi 2/1 bərabərsizliyin cavabı belə aralıq şəklində belə yazılır. Mənfi 2/1-dən müsbət sonsuzluq. D bəndi. İkinci. Mənfi 3 kiçik bərabərdir kəsir xətti surətdə 4 minus 5x, məxrəcdə 2 kiçik bərabərdir 4. Bu bərabərsizlik iki qat bərabərsizlik deyilir. İki qat bərabərsizliyi həll eləyək. Vuraq hər tərəfini 2-yə məxrəcdən qutaraq. Vurduq 2-yə bərabərsizliyin hər tərəfini. Sonra burada ortada müsbət 4 var. 4'ün işarəsini dəyişib sola da keçirək, sağa da keçirək. Mənfi 4 minus, mənfi 6 minus 4, mənfi 5x qaldı. 8 minus 4. Yəni bərabərsizliyin hər tərəfinə mənfi 4 əlavə elədik. Bu deyir mənfi 10, mənfi 5x, bu da 4. X-in əmsalı mənfi 5 olduğuna görə bərabərsizliyin hər tərəfini mənfi 5'ə bölək. Mənfi 10 böl mənfi 5. Mənfiyə böləndə işarə dəyişir bərabərsizlikdə. 4 böl mənfi 5. Sonra sağdan sola yazaq bərabərsizliyi. Bu eləyir mənfi 5'də 4. X kiçikdir. X bu da kiçik bərabərdir. Müsbət 2. Mənfi 5'də 4. Mənfi 5'də 4 0,8 eləyir. Mənfi kiçik bərabərdir. X bu da kiçik bərabərdir 2. Aralıq şəklində bu bərabərsizliyin həlli mənfi 0,8 2 parça deyirlər bu bərabərsizliyin həllinə. Cavab C bəndi. Düz xətt üzərində də təsvir eləyəndə bu cür təsvir eləyirlər. Deməli, bərabərsizliyi ödəyir mənfi 0,8-dən böyüklər və 2-dən kiçiklər və 2-yə bərabər olanlar həm də mənfi 0,8-ə bərabər olanlar. Deməli, bu cür bərabərsizliyin həllinə parça deyilir və bu cür işarə olunur qapalı mötərizə ilə. C bəndi. Mənfi 0,8 2 C bəndi yox, D bəndidir. D bəndi. 1'də də 2'də. 3. 3'də 2 qat bərabərsizlikdir. 2 kiçik bərabərdir. 3'də x plus 1. Kiçik bərabərdir 3. Əvvəlcə bərabərsizliyin hər tərəfinə mənfi 1 əlavə eləyək. Mənfi 1 üstə gəl 2. X bölü 3 kiçik bərabərdir 3. Bu da mənfi 1. Başqa sözlə bu ortadakı 1'in işarəsini dəyişirik. Sağa da keçiririk, sola da keçiririk. Sadələşdirək. Hər tərəfi 3'ə vuraq bərabərsizlik. 6. 3, 6. C bəndi. 4-cü. Deməli, bu sistem bərabərsizlikdir.
12 çıx 2x böyüdür 3x minus 8. X minus 4 bölü 5 böyüdür 1. Deməli, x-ları sola yığırıq. Bir tərəfdən o biri tərəfə keçəndə işarə dəyişirik. Ədədləri sağa yığırıq. İkinci bərabərsini hər tərəfin 5'ə bıraq, məxrəcdən qutaraq. 5x minus x plus 4 böyüdür 5. Mənfi 5x sadələşdiririk. Böyüdür mənfi 20. 4x böyüdür 4 keçir özə 5'dən 4 çıxırıq 1. Birincidə hər tərəfə bərabərsi mənfi 5'ə bölünür. Onda işarə dəyişir. Mənfi 20 mənfi 5'ə bölündə 4 eləyir. İkincidə hər tərəfə müsbət 4'ə bölünür. Böyük olur 4'də 1. X 4'də 1'dən böyüdür 4'dən kiçikdir. Edir 4'də 1 4 arası. En böyük tam həlli soruşur. Yəni x buradan aldıq ki 4'də 1'dən böyüdür 4'dən kiçikdir. En böyük tam həlli də 3 eləyər burada. Cavab 3. 4'də 3 B bəndidir. B bəndi. 5 6x minus surətdə 9x minus 2 məxrəcdə 9x minus 3 məxrəcdə 2 böyüdür 2. Sonra 2x minus 3 böyüdür 5x minus 18. Bu 3'tür. Birinci bərabərsinin hər tərəfi 2'yə bıraq. Alınıq 12x minus 9x plus 3 böyüdür 4. İkinci bərabərlikdə 5x'in işarəsini dəyişib keçək sola. 3'ün işarəsini dəyişdirib keçirdək sağa. 12x son 9x sonunda 3x böyüdür 4'ten 3 sonunda 1. Mənfi 3x böyüdür mənfi 15. 3'ə bölü hər tərəfi x böyüdür 3'də 1. Burada mənfi 3'ə böləndə x kiçik olur. Mənfi 15'i mənfi 3'ə böləndə x kiçikdir 5. İşarə dəyişdi. 3'də 1'dən böyük 1'dən kiçik ədədlər. 3'də 1'in sağı 5'in solu. 3'də 1 5 aralıq eləyir. 3'də 1 5 aralıq. Nə soruşur 5'də? En böyük tam həlli 4 eləyər. Cevap 4. 4'te burada hansı variantda? C variantı. C variantı. 5 oldu C variantı. 6. A parametrin hansı qiymətində? Hansı qiymətində? AX böyüdür 4 və x kiçikdir 4 bölü A. Bərabərsləri eyni güclü olar. Birinci bərabərsinin hər tərəfini A'ya bölüb ikincini alıb, ancaq işarəyə dəyişib. İşarəyə dəyişməsi o deməkdir ki, A mənfiymiş də. A kiçikdir 0. Cavab B variantı. 7. Burada x bölü A kiçikdir 6 və x böyüdür 6A. Birinci bərabərsinin hər tərəfini A'ya vuranda ikinci bərabərliyi alınır. Ancaq işarə dəyişibsə deməli A mənfiymiş. Mənfiyə vurub bölündə işarə dəyişilir. A kiçikdir 0 7'də. Bu da D variantıdır. 8. 2 minus kök altda 5 vurulsun 7 minus 2x böyüdür 0. Birinci vuruq 2 çıx kök altda 5. 2 kök altda 5'den kiçik olduğuna göre bu mənfi ədəddir. Birinci vuruq mənfidirsə, ona görə ikinci vuruq da mənfi olar ki, hasıl 2 vuruğun hasılı müsbət olsun. 7'nin işarəsini dəyişib keçirilir o tərəfə. Bərabərsinin hər tərəfin mənfi 2'yə böləndə işarə dəyişir. Mənfi 7'ni mənfi 2'yə böləndə 3 sonunda 5 edir. X kiçikdir 3 sonunda 5. Cavab A bəndi.
3.5'dən kiçik, 3.5'in sol tərəfidir. Mənfi sonsuz 3.5'e qədər. Açıq şua deyirlər, varalğa. O bəndi. Bu neydi? 8. 8, 3.5'dən kiçik aldıq. Deməli, birinci vuruq mənfidir, ikinci vuruqda görə mənfi 10 idi. Mən səhv yazmışam burada, böyük sıfır yazmışam. Burada vuruqlar gərək ikisi eyni işarəli olar ki, ikiyə vuruq, hasil müsbət olsun. Birinci vuruq mənfidirsə, ikinci də mənfi olmalıdır. Mənfi olmalıdır. İndi mənfiyə böləndə, burada deməli belədir. Keçirtdiyi oyunu oldu, kiçik idi, mənfi idi. Mənfiyə böləndə işarə dəyişir, x böyüdür 3.5. 3.5'dən bölər B bəndi. 9. 3 minus kök altı 10. 3 çıx kök altda 10 mənfi ədəddir. Ona görə 2x minus 5 müsbət olur. Buradan 2x böyüdü 5 alınır. X də böyüdü 2.5 alınır. 2.5'dən böyüklər A bəndidir. 10-cu. Y-in hansı qiymətində 3y üstə gəl 5 içərisinin qiyməti 5y çıx 2 içərisinin qiymətindən kiçik deyil. Kiçik deyil o deməkdir ya böyüdür ya bərabərdir. 5y-in işarəsini dəyişib sola keçirdək. 5'in işarəsini dəyişib sağa keçirdək. Mənfi 2y böyük bərabərdir. Mənfi 7. Mənfi 2'ye böləndə bərabərçinin işarəsi dəyişir. Y kiçikdir 3.5. Y-in hansı natural qiymətlərində 3.5'dən kiçik natural ədədlər 1'dir, 2'dir, 3'dir. Cavab A bəndi. 3y plus 12 9'dan kiçik deyil. Dokuzdan böyük değil. 9'dan böyük değil. 9'dan böyük değil. Sonunda böyük değilse ikisi beraberdir. Mənfi 1'dən kiçik beraber. A bəndi. 12. Bərabərsizlər heyətin həllidir. Bu heyətlə sistemin fərqi nədədir? Görəcəyik. Deməli, deyir ki, bərabərsizlər heyətini həll edir. Bu işarə birləşməyə bildirir. X böyüdür 7, buradadır. 7'den böyüklər, 7'den müsbət sonsuzlar. Burasında deyir, x kiçikdir 3. 3'dən kiçiklər də bunlardır. Mənfi sonsuzdan 3'e qədər. Bunlar ikisinin birləşməsi. Bu iki çoxluq birləşəndə mənfi sonsuzluqdan 3'e birləşmə
7'dən müsbət sonsuzluğa. Alınır mənfi sonsuzluqdan müsbət sonsuzluğa. Heyət deyəndə, yəni bərabərsizlər sisteminin həllər çoxunun birləşməsini tapın. Sistemdə isə o fiqurlu mötərizədə bərabərsizlər sisteminin həllər çoxunun çəkişməsini tapın deməkdir o. Bu birləşməsini tapındır. Birləşməsini tapdıq. Mənfi sonsuzluq, müsbət sonsuzluq oldu. Cavab elədi D bəndi. Bunun üçün elədik biz. Böyüdü 23, kiçikdir 1. Kiçikdir 3. 7'ni gör. 3'ü hara koymuşam. Bu ədədləri yazanda yerine fikir vermək lazımdır. 3 7'dən kiçiksə 7'dən solda olacaq onda bu. Deməli, həllin biri oldu mənfi sonsuzluqdan 3'əcə. Biri də oldu 7'dən müsbət sonsuzluğa. 3 7'dən kiçiksə 7'dən sola düşməkdə. İkisinin birləşməsi də elə bu cürdə qalır. Cavab C bəndi. On üç. 5x minus 2 böyük bərabərdir 28. 3x minus 5 kiçikdir 4 bərabərsizlər heyətini həll edin. 5x böyük bərabərdir 28 üstə gəl 2. 3x kiçikdir 4 üstə gəl 5. Yəni bərabərsizlər sisteminin həllər çoxunun birləşməsini tapın. 13. Mənfi sonsuzluq mənfi 3, 6 müsbət sonsuzluq A bəndi. 14. 4x minus 3 böyüdür 13. 3x minus 2 kiçikdir 20. Böyüdü 13 üstə gəl 3. Dörtdən böyüklər, 4'ten müsbət sonsuzluğa qədər. 6'dan kiçiklər, mənfi sonsuz 6'ya qədər. Deməli, mənfi sonsuzluqdan 6'yaca birləşmə 4'ten müsbət sonsuzluğa qədər. Bu deyilir mənfi sonsuzluqdan müsbət sonsuzluğa qədər. Birləşməsi bu alınır. İki çoxluqdan heç olmasa birinə aid olan bütün elementlərdən düzələn çoxluq olan birləşməsi deyilir. 14 deməli B bəndi.
Deməli burada 7 aid olmadığına görə o görə birləşməsi elə belə qalır da, başqa cür birləşmir. Cavab B bəndi. Sekiz heç bir uca aid olmadığına görə aralığa ümumiyyətlə cavaba həllə aid daxil 8. 8-siz bütün ədədlər. A bəndi. Bərabərliyin ən böyük mənfi tam həllini tapın. Pi çıxmaq kök altı 19. 19-dan kök alanda 4 tamdır. Tam səsi 4'dür, pi'nin tam səsi 3'dür. Ona görə bu mənfidir. Məxrəc mənfidir, surətdə görə mənfi ola. Kəsirin müsbət olması üçün. Buradan da olur x böyük bərabərdir 1/4. Bizdən nə tələb edir? Ən böyük mənfi tam həlli. Ən böyük mənfi tam həlli. Görə bir yerdə yoxlayaq. Görə harada səhv eləmişik. Məxrəc mənfidir, surətdə görə mənfi olaydı. Kəsir müsbət olması üçün surətlə məxrəc eyni işarəli olmalıdır. Kəsir müsbət olması üçün məxrəc mənfidirsə, surətlə mənfi və yaxud 0 da ola bilər. Ən böyük mənfi tam həlli edir mənfi 1. B bəndi. Pi çıx kök altı 17 mənfi ədəddir. Çünki kök altı 17'nin tam səsi 4'dür, pi'nin tam səsi 3'dür. Kəsir müsbət olması üçün x çıx 1/5'dən mənfi və yaxud da 0 olmalıdır. Buradan x kiçikdir 1/5'dən. Soruşulur ən böyük mənfi tam həll. Bu da mənfi 1'dir, Y bəndi. 24. 2 çıx x 3 çıx kök altı 11 böyüdür 0. 3 çıx kök altı 11 mənfi ədəddir. Çünki 11'in tam hissəsi 3'dür. Kök altı 11'in tam hissəsi 3'dür. Surətdə görə mənfi olar ki, kəsir ondan sonra müsbət olsun. Buradan alınır mənfi x kiçikdir. Mənfi 2 x ise böyüdür 2'ye. X 2'dən böyük. 2 müsbət sonsuzluq B bəndi. Bərabərçilik sisteminin ən kiçik tam həllini tapın. Birinci tənliyi məxrəcdən qurtarmaq üçün 6'ya vuraq hər iki tərəf. İkinci tənlikdə məchulları sola, məlumları sağa.
Birinci bərabərsinin hər tərəfini 3-ə, ikinci bərabərsinin hər tərəfini -6-ya bölək. Mənfiyə böləndə işarə dəyişir. Kiçikdir. -3 6-ya böləndə 2-də 1 edir. 2-də 1-dən kiçik, 3-də 1-dən böyük. Burada işarə səhv var idi, o düzəltdim. Aldı x böyüdür 3-də 1-dən, x böyüdür 2-də 1-dən. 2-də 1 özü 3-də 1-dən böyüdür. Ona görə 2-də 1-dən böyük ədədlər 3-də 1-dən də böyük olacaq. Bu sistem həll edəndə bu nə deməkdir? Yəni bərabərsizlərin hər bərabərsinin həllər çoxluğunu tapırıq, sonra o həllər çoxluğunun çəkməsini tapırıq. 3-də 1-dən böyük ədədlərlə 2-də 1-dən böyük ədədlərin çəkməsi 2-də 1-dən böyük ədədlər çoxluq eləyir. Burada deyir ən kiçik tam ədəd, o da 1-dir. Cavab 1. B bəndi. Düz xətt üzərində bunları yerləşdirirsək, o belə olur. Məsələn, 3-də 1 bura düşürsə, 2-də 1 ondan böyüdür, sağa düşür 2-də 1. 3-də 1-dən böyüklər belə sağa gedir, 2-də 1-dən də böyüklər sağa gedir. Bunların çəkməsi eləyir 2-də 1-dən böyüklər. Aralıq şəklində yazsa, bu belə olur. 2-də 1 müsbət sonsuzluq. Bu aralıqda da ən kiçik tam ədəd 1-dir. Cavab buna görə B bəndidir. 25. Bərabərsizlər sisteminin ən böyük tam həlini tapın. Birinci bərabərsizin hər tərəfini vuraq 4-ə. 12 çıxmaq 4-ə vururuq da. X böyüdür 4x. İkincini vuraq 5-ə hər iki tərəfə. 5x çıxmaq x üstə 4 böyüdür 5. Məhsulları sola qayaq, məlumları sağa. Birinci bərabərsizin hər tərəfi -5-ə böləndə işarə dəyişir. 2 tam 5-də 2. İkincini 4-ə böləndə x böyüdür 4-də 1. 4-də 1-dən böyüklə 2 tam 5-də 2-dən kiçik ədədlər. Bu 4-də 1, bu 2 tam 5-də 2. 4-də 1-dən böyük, 2 tam 5-də 2-dən kiçik. Çəkmə verir. 4-də 1, 2 tam 5-də 2 arası. Bizə deyir ən böyük tam ədəd. Buradan böyük tam ədəd 2-dir. Cavab A bəndi. X2. Bərabərsizlər sisteminin tam həllərinin cəmini tap. Əvvəl mötərizələri açaq. Oxşar toplamları islah eləyək. Məhsulları sola qalx. Məlumları sağa. Oxşar toplamları islah eləyək. İkinci bərabərsizin hər tərəfini 0.4-ə bölək. Birincinin də -13-ə bölündə işarə dəyişəcək. X 0-dan böyük 9-dan kiçik. Deməli alınır x daxili 0-9 aralığına. Tam həllərin cəmi. Buradakı tam ədədlər 1-dən 8-ə qədər. 8. Uclardan eyni uzaqda duran ədədlərin cəmi 9 eləyir. 1-dən 8, 2-dən 7, 3-dən 6, 4-dən 5, 4-dən 9, 36.
Cavab D bəndi. Bərabərsizlik sisteminin tam həllərini cəmi tapın. Birincidə mötərizələr açaq. İkincidə məhsulları solağaq. Məlumları sağa. Sadələşdirək. Mənfi 2'ye böləndə böyük 0. 0.3'e böləndə kiçik 10. X daxil olur 0-10 arası. 0-10 arasında da tam ədədlər 1, 2, 3 ta 9'a qədər. 8, 9. Toplayalım da bunları. 1'den 10, 2'den 10, 3'den 10, 4'den 10, 45. Cevap 45. Beyefendi. 29. Bərabərsizlər sisteminin ən kiçik tam həllini tapın. Kəsr bərabərsizləri həll eləyəndə əgər məxrəcdə dəyişən dövr ədədsə, məxrəcdən qurtarmaq lazımdır. 6'ya bıraq hər tərəfi. Eləyəcək 2 vurulsun x plus 5. 6 ilə 3 ixtisar getdi. Bu da 3x. 6 daha 4, 24. Burada da 6 ilə 3 ixtisar getdi. 2 qaldı. Mötərizələri açaq. x mənfi 3x edir, mənfi x, sağdan da 2x gəlir, mənfi 2x. 24, 6, 30, 10 da keçir o yüzden mənfi 10. Mənfi 3x kiçikdir 20, mənfiyə böləndə x dəyişir, 20 bölü 3. Və yaxud da mənfi 6 tam 3'də 2. Ən kiçik tam əldir. Mənfi 6 tam 3'də 2'dən sonra ən kiçik tam ədən neçədir? Mənfi 6. Cavab C bəndi. X bərabərdir mənfi 6. 29 C bəndi. 30. M'in hansı qiymətlərində M üstə gəl 5 vur x böyükdür M kvadrat 25 və x kiçikdir M çıx 5 bərabərsizləri eyni güclü olar. Nə vaxt deyir, bunlar eyni güclü olar. M üstə gəl 5 vur x. Sağ tərəfə vurğuları ayıranda eləyir M plus 5. M minus 5. İndi hər tərəfi M plus 5'e bölək. M plus 5'e bölək. M plus 5'e böləndə qalır x. Burada da qalır M minus 5. Sağa baxırıq, görürük ki, işarə dəyişib. Böləndə işarə dəyişibsə, bu nə deməkdir ki? Deməli, M plus 5 mənfi ədədəymiş. Yəni M mənfi 5'dən kiçiymiş. Mənfi 5'dən də kiçiyi aralıq şəklində nətə yazırlar ki, mənfi sonsuzdan mənfi 5'ə cən. Mənfi sonsuzdan mənfi 5'ə cən, o da Y variantıdadır. Cavab Y variantı. 31. 2 müəllim şagirdlərə kitab bəxş etmək istəyir. Bütün şagirdlər üçün birincinin 24 kitabı, ikincinin 1 kitabı çatmır. Onlar birlikdə də şagirdlərə bəxş etmək üçün kitabları çatmır. Sinifdə neçə şagird var? Tutaq ki, sinifdə x şagird var. Onda birinci müəllimin kitablarının sayı olar x çıx 24. Birinci müəllimin. İkinci müəllimin kitablarının sayı olar, ikincinin 1 kitabı çatmır. X minus 1. Onlar kitabların bir yerə qoysalar, üst-üstə qoysalar, 2x çıx 25 kitabları olar. Bu C də şagirdlərə bəxş eləmək üçün çatmır. Deməli, 2x çıx 25 də x-dan kiçik olur C-də. Bu bərabərsizliyi həll eləyək. 2x minus x kiçikdir 25'də. X kiçikdir 25.
25'ten kiçik ədəd x kiçikdir 25. 25'ten kiçik istənilən ədəd ola bilər burada. 25'ten kiçik ədəd 24'dür də. Deməli 24'dür. Birinci ədəd 24. Deməli sinifdə 24 şagird var imiş. 24'ten aşağıda 23 ola bilməz. Niyə görə? Çünki orada deyir ki, birincinin 24 kitabı çatmır. Deməli bu o nə deməkdir ki, 24 kitabı çatmırsa, əgər onda kitab olsaydı 24'üne də verəcəkdi. Deməli kitab yox imiş də müəllimin birində. Müəllimin birində oradan da 24'ten 24 çıxanda 0 eləyir. Deməli müəllimin birində kitab yox imiş. Obusunda 23 dənə kitab var imiş. 24'ten bir çıxanda 23 eləyir. Yəni müəllim fikirləşirmiş ki, kitabım olsaymış bunlara verərlər. Ürəyindən keçirmiş. Obusunda 23 kitabı var. Bir də seyiddə çatmır. Obusu müəllim o bir də kitab versəydi heç olmasa çatardı. Amma yox imiş kitabı. Şagirdlərin sayı deməli 24'dür. Cavab Y bəndi. 32. Mötərizə açaq. Mötərizə xaricə çıxardaq. X çıx 0 onda 2 çıxardaq mötərizə xaricə. Çıxardanda qalır x minus 0 onda 2. Çıxmaq x, çıxmaq 0 onda 2. Böyükdür 0,4. X çıxmaq 0 onda 2 vurmaq. X'lar gedir mənfi 0,4. Böyükdür 0,4. X çıxmaq 0 onda 2 mənfiyə böləndə işarə dəyişir. 0,4'ü 0,4'ə böləndə eləyir 0,1 mənfi. Buradan da x kiçikdir 0,2 çıx 0,1. X kiçikdir 0,1. Cavab A bəndi. X plus 3'ü çıxardaq mötərizə xaricinə. Beşə bölək hər tərəfi. Cavab Y bəndi. Bu bərabərçi əldə eləmək üçün məxrəcdən qurtarmaq lazımdır. Ona görə biz 3 kök altdakı çıxaltının işarəsini bilək. 3 kökün alta gələndə 9, 9'da 2 18, 6 kökün altına gələndə 36. 18 36'dan kiçik, deməli bu mənfidir. Hər tərəfi 3 kök altda 2 minus 6'ya vuraq. Və işarəsini də bildiyimizə görə onda kiçik olacaq. Bərabərçinin işarəsi dəyişəcək. 2'ni çıxardaq mötərizə xaricinə kök altda 2 plus 2 olur. Buradan da 3'ü çıxardaq mötərizə xaricinə kök altda 2 minus 3'ü çıxardanda 2 olur. 3'ü çıxarmışıq. Bu arada 3'də 2 6 eləyir. Kök altda 2 plus 2'ni kök altda 2 minus 2'ye vuranda eləyir 2 minus 4. Bu da eləyir mənfi 12. Mənfi 12. Buradan alınır 3x kiçikdir. 1 çıxmaq 12. 3x kiçikdir mənfi 11. X kiçikdir. Mənfi 3'də 11. Mənfi 3'də 11'dən kiçik B variantı. Yox. Mənfi 3'də 11'dən kiçik B4 C'dir. C variantı. 35. Məxrəcdən qurtarmaq üçün yenə 4 kök altda 6 minus 10'un işarəsini bilməliyik. 2'ni çıxardaq mötərizə xaricinə eləyir
2 kök altı 6 çıxmaq 5. Bu da bərabərdir. 2 kök altı 24 çıx kök altı 25. Deməli bu mənfi ədəddir. Bu 5 plus 2 kök altı 6 deyilir. Kök altı 24 plus kök altı 25. 2x minus 3 kiçikdir. Məxrəcdən qurtarırıq da. 5 plus 2 kök altı 6 vurulsun. Vurulsun. 2 kök altı 6 minus 5. Mənfi olduğuna göre, mənfiyə vurduğumuza göre işarə dəyişdi. 2x minus 3 kiçikdir. 2 vurmaq 5'in kvadratı çıxmaq 2 kök altı 6'nın kvadratı. 5'in kvadratı 25, bunda kvadratı 24. Bu da elədi 2. Onda 2x kiçikdir 3 üstə gəl 2. 2x kiçikdir 5. X kiçikdir 2 onda 5. Güzel səhvim. Deməli burada 2 kök altı 6 minus 5. Burada yerler dəyişə yazılır. Ne olmalıydı? 2 kök altı 6'nın kvadratı minus 5'in kvadratı. 2 24 minus 25. Bu mənfi 2 edir. Mənfi 2 1. Bu deyilir 2'də 1. X kiçikdir 2'də 1. Evet. 36. A'nın hansı qiyməti üçün x üstə gəl y bərabərdir A. 3x üstə gəl y bərabərdir 6. Tənlər sisteminin x, y həlli üçün x müsbət, y mənfi olmayan ədəd olacaq. Həlli ilə sistemi tapaq. İkinci tənlidən birinci tənliyi çıxanda alarıq ki 2x bərabərdir 6 çıxaq. Sonra nə qayıraq? Birinci tənliyi mənfi 3'ə vurub ikinci ilə toplayaq. Birincini mənfi 3'ə vurub ikinci ilə toplayaq. Yaxşı, vurmadım. X'i buradan tapaq. X bərabərdir 6 çıx A bölü 2. Birinci tənlikdən y tapaq. Y bərabərdir A çıxmaq x. X'in də qiymətini qoyaq yerinə. 6 çıx A bölü 2. Bərabərdir. Çıxmaq yerinə itirək. 2A çıxmaq 6 üstə gəl A bölü 2. Bu da elədir. 3A çıxmaq 6 bölü 2. Şərti nəzər alaq. X müsbətdir. Yəni 6 çıx A bölü 2 müsbətdir. Y mənfi deyil. Yəni 3A çıx 6 bölü 2 mənfi deyil. Ya 0 ya 0'dan böyük bərabər. Məxrəcdən qutaraq 6 minus A böyük 0. 3A minus 6 böyük bərabər 0. Buradan alınır A kiçikdir 6. Buradan alınır A böyük bərabərdir 2. Deməli nəticədə A olur 2. A daxildir. 2 6 yarım intervalına. 2 aiddir 6 aiddir. Nə soruşur burada? Aralığı 2 qat bərabərliyi soruşur. Onda 2 qatına yazaq A. 2'dən böyük bərabərdir 6'dan kiçikdir. 2'den böyük bərabər 6'dan kiçik. Cavab Y bəndi. 36. A'nın hansı qiymətində tənlilər sisteminin həlli üçün x böyük bərabərdir 0, y böyükdür 0 şərti ödənir. Sistemi həll eləyək. İkinci tənlidən birinci tənliyi tərəf-tərəfə çıxsıq. X bərabərdir 4 çıx A. X'i tapdıq. Birinci tənlikdən də y tapsıq. Y bərabər olur. A çıxılsın x. X'in yerinə tapdığımız qiyməti qoysuq. Minus 4 plus A. Bu da olur 2A minus 4. Deməli şərtə görə 4 minus A böyük bərabərdir 0.
2a minus 4 büyüdü 0. Birinciden alınır a kiçiği beraberdir 4. İkincisinden alınır a büyüdü 2. Onu deyilır a. 2 qat bərabərliyinə yazsaq a böyüdür 2. Kiçiyi bərabərdir 4. A bəndi. 38. A'nın hansı qiymətində ax minus 2 böyük bərabərdir 0. 8x minus a kiçiyi bərabərdir 0. Bərabər sistemin həlli var. Birinciden alınır ki ax böyük bərabərdir 2. İkinciden alınır ki 8x kiçiyi bərabərdir a. İkinciden alınır ki x kiçiyi bərabərdir a bölü 8. İndi birincidə 2 al ola bilər. A müsbət olanda, bir də A mənfi olanda. A müsbət olanda x böyük olur 2 bölü A-dan. Əgər A müsbətdirsə. A müsbət olsa. A 0 olan məhz. 0 olsa sol tərəf 0 eləyər, 0 2-dən böyükdür. A müsbət olsa belə olur. Bu birinci al. Bu haqq görə ballarına baş verir. Deməli, düz xətt üzərinə qoyaq bu ədədləri. X A bölü 8-dən kiçikdir. Bu A bölü 8-dən kiçikdir, sol tərəf. X 2 bölü A-dan böyük olmalıdır. 2 bölü A, A bölü 8-in sağına düşsə həll alınmayacaq. Onda 2 bölü A düşməlidir hara? 8 bölü A'nın soluna düşməlidir. 2 bölü A bura düşməlidir. Sol tərəfində düşəcəksə bu nə deməkdir ki? 2 bölü A kiçik olmalıdır A bölü 8-dən. A müsbət olanda. Bunu həll eləyək. Hər tərəfi 8 A'ya vursuq. A kvadrat böyüdür 16. A da böyüdür 4 olur. Bu birinci cavabımız. A 4-dən böyük olanda həll olacaq. Keçək ikinci ala baxaq. İkinci al. Eğer A sıfırdan kiçik olsa, A sıfırdan kiçik olsa, onda x kiçik olacaq A'ya böləndə. 2 bölü A'dan. İşarə dəyişəcək. A'ya böləndə x kiçikdir. Bu ax böyük bərabər 2-ni həll edirik də. A'ya böləndə x kiçik bərabər olacaq 2 bölü A. İkinci də heç həll eləmiş. O yazaq burada indi. A bölü 8-dən kiçik olmalıydı. Bir də 2 bölü A. İndi burada fərqi yoxdur. 2 bölü A istəyir sağa düşsün, istəyir sola düşsün. Hara düşsə x ondan kiçik olanda bunların çəkməsi olacaq. Deməli onda A kiçik 0 özü də həldir. A kiçik 0 özü də həldir. Onda cavab nə olacaq burada? Cavab. Deməli A mənfi sonsuzluq 0 arasına daxildir. Bir də 4-dən böyükdür. 4 müsbət sonsuz. Bu aralıqlara düşsə A onun həlli olur. Bərabər sistemin həlli olur. Mənfi sonsuzluq 0, 4 müsbət sonsuzluq. C bəndi. 38. Otuz dokuz. 2x böyüdür 10. 2 minus x böyüdür mənfi 18. En büyük tam həllini tapın. Birinciden alınır x böyüdür 5. İkinciden alınır x kiçikdir 20. 5, onda x daxil oldu 5, 20 intervalına. Burada da en büyük tam həll neçədir ki? En büyük tam həll 19. X bərabərdir 19. Cevap 19. 40.
X böyüdür bərabərdir A kvadrat plus 14. X kiçik bərabərdir 8A plus 2. Bəzən yeganə həlli var. Yeganə həlli var. Yeganə həlli A'nın hansı? A'nın hansı böyük qiymətində bəzən yeganə həlli var. Bu ədədləri düz xətt üzərinə qoya baxaq. 8A bölü 2-dən kiçik bərabər. Bir də A kvadrat plus 14-dən böyük bərabər. A kvadrat plus 14 ya 8 bölü A2-nin üstə düşməlidir, ya sola düşməlidir. Həll alınması üçün belə. A kvadrat plus 14 ya sola düşməlidir, ya da üstünə düşməlidir. Yazaq görək, deməli A kvadrat plus 14 kiçik bərabər olmalıdır 8A plus 2-dən. Buradan alınır A kvadrat minus 8A plus 12 kiçik bərabərdir 0. Vuranda 12 6 ilə 2. Deməli onda bunu yazmaq olar A minus 6 A minus 2 kiçik bərabərdir 0. A yaxşı görən nə olur? Bu 2, bu 6. A'ya 6-dan böyük ədəd versək, sol tərəfin işarəsi müsbət alınır. 2 ilə 6 arasında yerləşən ədəd versək, məsələn 5 versək, mənfi olur. 2-dən kiçik ədəd versək, hər ikisi mənfi olur, ona görə müsbət olur. Belə çıxır ki, A 2 ilə 6 arasında ola bilər. Yaxşı, A 2 olan, bizə lazımdır bir həll olsun. A 2 ilə 6 arasında olanda, deməli A kvadrat plus 14 8A plus 2-dən nədir? Kiçik olur. Mesela A 2 olanda bu olur 18, o da olur 2 olanda 8, 18. Bir de həll alınır A 2 olanda. A'nın deyir ki, bizə hansı ən böyük qiymətə versən yeganə həlli var. A2 ilə 6 arasında olanda bərabərçilər sistemin həlli olur. Amma neçədən olduğunu görəyələ. A2 olanda nətər alınır ki? A2 olanda. Bu A kvadrat plus 14. 18 eləyir. 8A plus 2-də 18 eləyir. Cavab 1 də alınır. 18-dən böyük bərabər, 18-dən kiçik bərabər. Bir də cavab alınır. A2 olanda. A3 olanda nətər olur? A3 olanda bu A kvadrat plus 14. Neçə olur? A kvadrat plus 14. 3'ün kvadratı 9, 14, 23 ve 8A plus 2 neçə olur? 19 olur bu. 19 bu 23. Nətər oldu bu? 3 olanda. 23 3 olanda. Bu 26 olur. 23 ile 26 arasında da bir de həll olmur da çox həll olur. 6 olanda nəsə olur? Cavab A bərabərdir 6. 6 olanda bu A kvadrat plus 14'te 50 olur. 36 üstə gəl 14 50. 8A plus 2 də 50 olur. Deməli cavab elə onda 6'nı götürəcək. 6. 40'da 6. Ümumiyyətlə A2 ilə 6 arasında istənilən ədəd olanda onun həlli olur. Amma məsələ budur ki, A kvadrat plus 14 ilə 8A plus 2 bir-bir üstə düşsün. Bir də həll alınması isə. Ola bilərdi ki, kəsr ədədlər olardı, olar. Ancaq bir-birini bərabər olmalıdır. Bir-birinə də bərabər 2-nin 6'da olur da. Kiçik də olan da ola bilərdi. Orada məsəl üçün biri tutaq ki, 5,3 olardı. Biri məsələn 5,4 olardı. Belə bir şey ola bilərdi.
Orada da ədədlər çoxdur. Bizdə tamdan da söhbət getmir burada. 6. Cavab 6. Deyir, A-nın hansı ən kiçik qiymətində bərabərlər sisteminin yeganə həlli var? A kvadrat plus 22 9A plus 4'ün bundan böyüklər, bundan kiçiklər. Ya soluna düşməlidir, ya da üstünə düşməlidir. Bu A kvadrat plus 22 kiçik bərabərdir 9A plus 4. Deyir, A-nın hansı ən kiçik bərabərsən yeganə həlli var? Yox. Yeganə həlli varsa, onda elə olmalıdır. Biraz da bayaqçıda da dəqiq eləmədim. Doğrudur. Yeganə həllin olması üçün bunlar üst-üstə düşməlidir. Yəni, həll belə alınmalıdır. A kvadrat plus 22 ilə 9A plus 4 eyni üst-üstə düşməlidir. Birindən böyük, o birindən kiçiklər çəkişməsi olmalıdır. Bir yer nöqtə olmalıdır. Yəni A kvadrat plus 22 bərabər olmalıdır 9A plus 4'ə. Buradan alınır A kvadrat minus 9A minus 18 bərabər 0. A1 bərabərdir. Buranda A kvadrat minus 9A plus 18. 9. Neçə 2? Mənfi 3 ödəyirəm. Mənfi 3. Mənfi 3 müsbət oldu. Mənfi 3 müsbət oldu. Buranda ilgi toplayanda mənfi 9 vermirək. İki, 9, 3 oldu. Plus 18. A1 bərabərdir. 3 oldu. 3, A2 bərabərdir 6. Kiçiyin soruşur, cavab 3. Cavab 3. 40'ı deyiləyəndə, qoy 40'ı da təzdən yazım ki. 40. A kvadrat plus 14'ten böyük. X kiçikdir 8A plus 2'dən kiçik. Deməli onda bu ədədlər gərək üst-üstə düşər. A kvadrat plus x sıfır. A kvadrat plus 14'ten büyük. A kvadrat plus 14. Bu da 8A plus 2'dir. Bunlar yeganə həlin olması için bu ədədlər üstə düşməlidir. A kvadrat plus 14 8A plus 2'ye beraber olmalıdır. Buradan da alınır A kvadrat plus 8A plus 12 beraberdir 0. Bunu da kökünü çeviriyoruz. 5, 6 ile 2. A1 2 A2 6. Büyüğün soruştuğuna göre cevap aldı. 40'ın cevabı aldı. Bir an yazdığımda fikir verməmişəm. Yeganə həlli tamdan söhbət getmir də, deyir yeganə həlli olsun. Mən yazdığımda bir an aralığı alınacaqdı. Aralıqda da həll sonsuz sayda olar. Nöqtələr gərək üstə düşər, bu cür ola qədər. Nömrə 42. A-5 mötərizə içində burası mötərizə içində x-8 böyük bərabərdir 2A-14 bərabərsin. Ən kiçik tam həlli 9 olarsa, A parametrin ala biləcəyi tam qiymətlərin cəmini tapın. Burada bərabərsi həll eləmək üçün bizə lazımdır ki, x tapmaq A-5'ə bölək. Amma A-5'in işarəsini bilmirik. Ona görə iki hala baxacaq. A-5 bir dəfə müsbət, bir dəfə mənfi. Mənfi hala baxmağa ehtiyac yoxdur. Niyə görə ehtiyac yoxdur? Əgər A-5 mənfi olsa, böləndə orada burada x-8 kiçik bərabərdə olacaq.
Hər hansı ədəddən də kiçik bərabərdir, tam ədədlər çox olacaq. Onların içində ən kiçik tam ədəddə olmayacaq. Ona görə ancaq A böyüdür 5-ə baxmalıyıq. A 5-dən böyük olsa, 5 də ola bilməz. 5 olanda çünki sol tərəf 0 eləyir, sağ tərəf neçə eləyir 5 olanda? A 5 olanda sol tərəf 0 eləyir, sağ tərəf eləyir -14. 0 böyüdür -14. Onda istənilən ədəd bərabərçiliyi ödəyir. Olan da içində ən kiçik tam ədəd yenə də 9 olmur. Deməli A 5-dən böyük olmalıdır. A 5-dən böyük olanda onda alırıq ki x minus 8 böyük bərabərdir 2a minus 14 bölünsün a minus 5. Buradan x'i tapanda x böyük bərabərdir 8 üstə gəlinsin 2a minus 14 a minus 5. Burada toplayanda eləyir 10a minus 54 a minus 5. X deməli bu ədəddən nə olmalıdır? Böyük olmalıdır. Bu ədəd özü də onda hara düşməlidir? 10a minus 54 böl a minus 5. 9'dan kiçik bərabər olmalıdır. 9'dan. 10a minus 54 böl a minus 5. 8'den də böyük olmalıdır. 8 özü ola bilməz. 8'den böyük. 8 olsaydı ən kiçik hər 8 olardı. 8'den böyüməsə 8,1, 8,2 də olsa bu həmin bu kəsir. Onda ən kiçik tam yenə 9 olacaq. Deməli bu sistemi həll eləməliyik. A 5'dən böyük olduğuna görə məxrəc müsbətdir. Vurun məxrəcdən qutarsıq. Alarıq 10a minus 54 kiçik bərabərdir 9a minus 45. İkincisini alarıq 10a minus 54 böyüdür 8a minus 40. Birinciden alarıq a kiçik bərabərdir 9. İkincisindən alarıq a böyüdür 7. 7 ilə 9 arasında da deməli burada ikisindən alınır ki a kiçik bərabər 9 böyüdür 7. 7 ilə 9 arasında tam ədəd 8 ilə 9'dur. 8 ilə 9 toplayanda 17 edir. Cavab oldu 17. Bir də qayıdım əvvələ bax. A niyə görə 5'dən kiçik ola bilməz? Bir də dediyim fikrimi. A 5'dən kiçik olsaydı, A 5'dən kiçik olsaydı, onda alacaqdıq ki, deməli A 5'dən kiçik olanda onda x bu ədəddən kiçik bərabər olur. Bu ədəd neçə olsun istəyir? 9 olsun istəyir, 8 olsun istəyir. Bundan kiçik ədəd tam ədəd, bundan kiçik tam ədəd çoxdur. Olanın da içində ən kiçik tam ədəd olmur. Ona görə ancaq bu x'in qiyməti yəni 10a minus 54 böl a minus 5 9 və 8 arasında olmalıdır. 9 ola bilər. Çünki o kəsir 9 olsa onda belə alınır da. X böyük bərabər 9, ən kiçik tam əlin orada 9. Və yaxud o kəsir məsələn 8 ilə 9 arasında istənilən ədəd olsa. Məsələn deyək 8 onda 1, 8 onda 2, 8 onda 3. X məsələsi böyüdür 8 onda 1-dən. Böyük bərabər 8 onda 1-dən. Onda ən kiçik tam ədəd 9 eləyir. Ya x böyüdür 8 onda 7-dən. Gəl ən kiçik tam ədəd 9 eləyir. Ona görə bu hala baxdıq biz. Birinci. 5x plus 3 kiçikdir 2 vurma x plus 6. Həll eləyə bilmə, sonra görərik nə soruşur. X kiçikdir 9. Həllər çoxluğu oldu 9'dan kiçiklər. Burada deyir ən böyük tam həllidir, ən həlli yoxdur. Tam həllərin cəmi 3'dür. 2x, 5x ne oldu? 5x, 2x onda 3x eləyir. 3x kiçikdir 9, x eləyir kiçikdir 3. Cavab A bəndi. Sonra ən böyük tam həlli 2'dir. Bu da düz C bəndi. Tam həllərin cəmi 3'dür. O da düz. Tam 3'dən kiçik yox. Tam 50 3'dən kiçik sonsuz sayda tam ədəd var. Deməli A ilə C 43'də. Birinciyə, keçək ikinciyə. 3 vurulsun 2x plus 3. Kiçikdir 2 vurulsun 3x plus 6. Mötərizələri alacaq. 6x plus 9 kiçikdir 6x plus 12.
6x çıx 6x kiçikdir 12 çıx 9. 0 vur x kiçikdir 3. X'in yerine nə qoysuq düz gələcək. 0 hissələ davran 0 ilə. Deməli bütün ədədlər bunu ödəyir. Cavab B bəndi. Əllər çoxluğu bütün ədədlər. Keçək üçüncüyə. 4 vurulsun x plus 5. Üstə gəl 5x. Kiçikdir 3 vurulsun 3x plus 4. Plus 5. 9x çıx 9x kiçikdir 17 çıx 20. 0x kiçikdir mənfi 3. 0x 0 eləyir x'in yerine qoysuq 0 kiçikdir mənfi 3 düz gəlmir. Bunu ödəyən ədəd yoxdur, borc çoxluqdur. Həlli yoxdur, D bəndi. B'di. Birinci. 8x çıx 3x 18 üstə gəl 2. 5x böyüdür 20, x böyüdür 5'ə böldük 4. Həllər çoxluğu 4 müsbət sonsuzluq düz B bəndi. Ən kiçik tam 55'dir, o da düz. C bəndi. Tam həllərin cəmatıdır. Keçdik ikinciyə. Deməli burada belə deyirlər. Bir başqa cür elədim, indi başqa cür. 24 bölü 15 bu doğru bərabərlikdə. Doğru olmasa o demək ki, əvvəldən x-in yerinə nə qoysuq, axırda gəlib doğru alınacaq. Yəni bütün ədədlər ödəyəcək onu. Ona görə cavab bütün ədədlərdir. A bəndi. Üçüncü. 2 vurmaq 5x plus 7. Üstə gəl 2x böyüdür 6 vurmaq 2x plus 5 plus 3. 10x plus 14 plus 2x böyüdür 12x plus 30 plus 3. 12x'ler getdi. 14 böyüdür 33 alındı. Bu səhvdir. Səhvdirsə x'in yerinə nə qoysan qoy, axırda gəlib səhv alınacaq. Yəni ödəyən ədəd yoxdur. Y bəndi. Şəkildən görünür ki, bərabərsizlər heyətinin həllinin bütün ədəd oxu olması üçün bu 2a kvadrat minus 3a plus 16 a kvadrat üstə gəl 4a plus 6'dan kiçik bərabər olmalıdır. Buradan da anılır ki, bu bərabərsizlik vurğulara ayırdıq. Sıfırlarını tapdıq 2 ilə 5 ədəd. Deməli 3 aralığa böldü. Hər aralıqdan bir ədəd götürüb A-2, A-5'in işarəsini müəyyənləşdirdik. A deməli 2 ilə 5 arasında olanda bu bərabərsizlik ödənir. 2 ilə 5 arasında yerləşən tam qiymətlərin cəmi 2'dir, 3'dür, 4'dür, 5'dir. 14 edir. Cavab 14. Deməli yenə həllin bütün ədəd xətti olması üçün 4a minus 1 2a plus 9'dan kiçik bərabər olmalıdır. Buradan alır 2a kiçik bərabərdir 10. A da kiçik bərabərdir 5 olmalıdır. Ala biləcək natural qiymətlərin cəmi 1, 2, 4, 5, 15 eləyir.
Yine həmin misaldandır. 5a minus 3a 4 minus 8. 2a ikisi bərabərdir 12. A ikisi bərabərdir 6. Natural qiymətlərin cəmi 1, 2, 3, 4, 5, 6. 1, 3'te 7, 21. Diaqrama əsasən bərabərsizliyi həll et. Diaqramda görünür A-nın qiyməti 2-dir, B-nin qiyməti 7-dir, C-nin qiyməti 4-dür, D-nin qiyməti 6-dır. Qoyduğu yerinə həll edirik. X 7'ni böldük 2'ye 3 onda 5. X 6'nı böldük 4'e 1 onda 5. Deməli onda X daxil oldu 1 onda 5, 3 onda 5 parçasına. Cevap 1 onda 5, 3 onda 5 aralıq.